Dünya bazarlarında neft qiymətləri yaxın şərqdə baş verən son hərbi hadisələr fonunda ciddi şəkildə yüksəlib. Yenavaz.com xəbər verir ki, ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatlardan sonra enerji bazalarında tədarükün pozulacağı ilə bağlı narahatlıqlar güclənib. Londonun ICE Futures birjasında Brent markalı neftin may futuresləri səhər saatlarında $4,77 bahalaşaraq $77,64 barelə çatıb. ABŞ-nin New York Mercantile Exchange birjasında isə WTI markalı neftin aprel futuresləri $4,24 artaraq $71,26 barelə yüksəlib. Qeyd edək ki, 28 fevral tarixində ABŞ və İsrail tərəfindən İran ərazisinə geniş miqyaslı raket zərbələri endirilib. Hücumlar zamanı ölkənin siyasi və hərbi rəhbərliyinə aid obyektlər hədəf alınıb və İranın ali dini lideri Əli Xameneyi həlak olub. The New York Times qəzetinin Kepler şirkətinə istinadən yaydığı məlumata görə, Hörmüz boğazı üzərindən gəmi hərəkəti ciddi şəkildə azalıb. Hazırda əsasən yalnız İran tanker gəmiləri bu marşrutdan istifadə edir. Dünya üzrə neft daşımalarının təxminən 20%-i məhz bu strateji boğazdan keçir. Danimarkanın nəhəng gəmiçilik şirkəti Maerskdə təhlükəsizlik səbəbilə Hörmüz boğazından keçən bütün reyslərini qeyri-müəyyən müddətə dayandırdığını açıqlayıb. Bildirilir ki, İranın cavab tədbirləri nəticəsində neft tanker gəmilərinə hücumlar etməsi ehtimalı tədarük riskini ciddi şəkildə artırır. Bu arada OPEC Plus ölkələri aprel ayı üçün hasilat planını gündəlik 206 min barel artırmaq barədə razılığa gəlib. Bununla belə faktiki artımın təxminən 166 min barel olacağı gözlənilir.